Ümumiyyətlə, əlillik nədir? Əlillik, deməli, orqanizm funksiyalarının pozulması nəticəsində həyat fəaliyyəti kriterlərinin pozulmasıdır, məhdudlaşmasıdır. Davamlı şəkildə 6 ay və daha çox davam edən xəstəlik nəticəsində aparılan müalicələrə baxmayaraq orqanizm funksiyaları, pozulmuş funksiyaları bərpa edilmədikdə vətəndaş əlilliyin müəyyən edilməsi üçün müraciət edə bilər. Bunun üçün ilk öncə vətəndaş müraciət etməlidir qeydiyyatda olduğu tibb müəssisəsinə, poliklinikaya. Poliklinikada yerləşən həkim məsləhət komissiyaları tərəfindən xəstə müayinə olunur, tibbi sənədlər toplanılır, lazımi müayinələr aparılır və əlilliyin təyinə əsas verən ağırlaşmalar aşkar edilirsə, tibbi sosial ekspertiza müayinəsinə göndəriş, yəni 88 nömrəli forma ilə təsdiq olunmuş göndəriş rəsmiləşdirilir. Göndəriş elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə daxil olur. Göndəriş daxil olan kimi deməli, sistem tərəfindən tam adsızlaşdırılır. Yəni göndəriş kimə aiddir, hansı poliklinikadan vurulur? Onu qiymətləndirən həkim bilmir yəni. Bəli. Vətəndaşın şəxsinin kimliyini bildirən birbaşa və dolayı bütün məlumatlar silinir və göndəriş bir neçə tibbi sosial ekspert komissiyaları arasında görüşdürülür. Göndərişdə qeyd edilən məlumatlar əsas xəstəlik, yanaşı xəstəlik və onların araşdırmalarına görə təhlil edilir. Laborator müayinələr və funksional diaqnostik müayinələrin nəticələri araşdırılır və əlillik təyinə əsas verən hal aşkar edilirsə, əlillik təyin olunur. Yəni, xəstəliklərin nə görə dedikdə, ən çox deməli, əlillik təyinə əsas verən xəstəliklər əsasən onkoloji xəstəliklərdir, ruhi xəstəliklərdir, nevroloji əsəb xəstəlikləridir. Bunlar daha çox deməli, xüsusi çəkiyə malik olan xəstəliklərdir. Ödün və dalağın çıxarılmasına görə, yəni sırf bu orqanların itirilməsinə görə əlillik təyini nəzərdə tutulmur. Amma dalaq hansı səbəbdən çıxıb? Travmatik səbəbdən çıxıbsa, burada əlillik təyinindən söhbət getmir. Yox, dalağın çıxmanın səbəbi hər hansı qan xəstəliyidirsə, genetik bir xəstəlikdirsə, bunun haqqında deməli, bu xəstəliyə görə də xəstəliyin ağırlaşmaları müəyyən olunmalıdır və hansı səviyyədədir, hansı mərhələdədir, ona uyğun olaraq qərar verilə bilər. Yəni, əməliyyat keçirsə də, keçirməsə də ürək xəstəliklərinə əlillik təyin olunur. Ürək çatışmazlığının dərəcəsinə görə, ağırlıq dərəcəsinə görə. Və ürək çatışmazlığının ağırlıq dərəcəsini aradan qaldırma üsullarından biri də konservativ müalicə ilə yanaşı cərrahi müalicə üsuludur. Açıq ürək əməliyyatı keçirir ki, ürəkdə qan dövranı bərpa olunsun, ürək çatışmazlığı aradan qalxsın. Əməliyyat uğurlu keçibsə, ürək çatışmazlığı əlamətləri yoxdursa, burada əlillik təyin olunmur. Yox, əməliyyatdan sonra ürək çatışmazlığı əlamətləri davam edirsə, qan dövrənin çatışmazlığı varsa, burada onun ağırlıq dərəcəsinə əsas olaraq müxtəlif faizlər təyin oluna bilər. Və 6 aydan sonra həkim məsləhət komissiyasına müraciət edə bilər. Həkim məsləhət komissiyası tərəfindən müayinə olunacaq və orada yenə dediyim kimi ürək çatışmazlığı əlamətləri varsa göndəriş rəsmiləşdirilir. Yoxdursa vətəndaşa müvafiq izahat və rəsmi məlumat veriləcək. Yəni, bir böyrəyin olmaması öz-özlüyündə əlillik təyinə əsas vermir. İstər anadan gəlmə olsun, istər qazanılma olsun. Digər böyrəkdə böyrək çatışmazlığı əlamətləri varsa, onun ağırlıq dərəcəsinə asılı olaraq 35%-dən yuxarı əlillik təyin etmək mümkündür. Onurğadan əməliyyatdan sonra aşağı ətraflarda sinir keçiriciliyi pozulduğu varsa əlillik təyin aparılır. Yəni ağrı sindromu deyil. Sinir keçiriciliyində pozulur, yəni ətrafın əzələ atrofiyası, parizlər, bunlar inkişaf edirsə əlillik təyinə əsas verir. Amma əməliyyat olunub bu əlamətlər yoxsa, nevroloji defisiti yoxdursa buna əlillik təyin olunmur. Ümumiyyətlə bir bayaq da qeyd edin, bir daha qeyd eləmək istəyirəm. Müalicə olunub deyə əlillik təyin olunması belə bir anlayış yoxdur. Yəni müalicə olunur ki, pozulmuş funksiyalar aradan qaldırılsın. O cümlədən də cərrahi əməliyyat etdirirlər ki, əməliyyat olunur ki, pozulmuş funksiya, pozulmuş orqanın funksiyası xəstəlik aradan qalxsın və eləcə də funksiya bərpa olunsun. Funksiyalar bərpa olunursa, burada əlillik təyin aparılmır. Əvvəlci, yəni 2015-ci ilə qədər olan qanunvericilikdə hormondan asılı, yəni insulindən asılı şəkərli diabet birbaşa əlillik təyinatına göstəriş verilirdi. Amma sonra qanunvericilikdə dəyişiklik oldu. Çünki hormondan artıq müalicə üsulları, hormon insulin terapiya fonunda digər müalicə üsulları, digər yanaşmalar ağrılaşmaların qarşısını alır. Və ona görə hal-hazırki yanaşma belədir. Müalicə fonunda şəkərin hədəf orqanlarda yaratdığı pozğunluqların ağırlıq dərəcəsinə görə. Yəni görmənin pozulması, böyrək funksiyasının pozulması, aşağı ətraflarda olan qan dövranının pozulması, bu pozulmaların ağırlıq dərəcəsinə görə əlillik verilir. Sırf şəkərli diabetin özünə görə əlillik dərəcəsi aparılmır. Bronxal asma xəstələri tənəffüs çatışmazlığının ağırlıq dərəcəsindən və ildə olan kəskinləşmələrin sayından asılı olaraq sayılada bilər. Yəni
tələblərə, qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab vermirsə, əlillik hesab edilməyə bilər. Əvvəlki qanunvericiliyə görə, yəni yalnız 5 qrup xəstəliklər 6 ay müalicə müddətini gözləmədən əlilliyə müraciət edə bilərdilər. 2024-cü ilin may ayında tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin rəsmiləşdirilməsi qaydasında dəyişikliklər edildi və bu 5 xəstəliklərdən yox, 73 adlı xəstəlik 6 aylıq müalicə müddətini gözləmədən, o cümlədən amputasiyalar 6 aylıq müalicə müddətini gözləmədən müraciət edə bilərlər. 30% görməklə əlillik dərəcəsinə təyin əsas vermir. Görmə itiliyi pozulubsa, görmə itiliyi qanunvericilikdə nəzərdə tutulan, yəni yaxşı görən gözdə görmə itiliyinin 20%-dən aşağı enməsi varsa, bəli, əlillik təyin oluna bilər. Yox, yüksəkdirsə rəqəmlər yox. Əlilliyin yeni meyarların üstünlüklərdən biri də odur ki, bundan əvvəlki 4 sonuç nömrəli qərarda müddətsiz əlillik təyin əsas verən meyarların sayı 51 idi, hal-hazırda isə 200-dən yuxarıdır. Birinci dərəcə əlillik 85-100%, orqanizm funksiyalarının pozulması ilə əlillik 4 ildən çox aldıqda, ikinci dərəcə əlillik, yəni 65-80% orqanizm funksiyalarının pozulması 10 il təyin olunduqda, üçüncü dərəcə əlillik, yəni 35-60% isə 15 il təyin olunduqda, sonra yenidən növbəti komissiya vaxtı, növbəti müayinə vaxtı əlillik təyin olunursa, əlillik müddətsiz təyin olunur. Qabaqki qanunvericilikdə 3-cü dərəcə əlilliyə ümumiyyətlə müddətsiz təyini nəzərdə tutulmurdu. İllərlə vətəndaşlarımız 3-cü dərəcə əlillik hər il növbəti komissiyalara gəlirdi və arada fasiləsiz, orada qanunvericilikdə nəzərdə tutulurdu əlilliyin fasiləsiz təyin olunması. Amma hazırki qanunvericilikdə ardıcıl təyin olunması. Yəni arada fasilə olsa da ardıcıl olaraq təyin olunursa, bu illər nəzərə alınır. İllər toplanır. Autizmi diaqnozu müəyyənləşdirilir, yəni tibb müəssisələri, ixtisaslaşmış tibb müəssisələri, ruhi əsəb dispanseri, ruhi xəstəxanaları. Yəni diaqnoz tam təsdiq olunduqdan sonra bizim tərəfimizdən əlillik təyin oluna bilər.